Sən inəkləri qorumaq istəyirsən, bunu ölkədə başlatmısan və bu ölkədə inək mühafizəsinə nə ehtiyac var? Zəhmət olmazsa bunu işıqlandırın. Qədim dövrlərdən bəri sanatan tarma mədəniyyəti ana inək və onun nəsli üzərində araşdırılır. Ana inək tamasik güclərinin hücumudur. Sanatan tarmamızı sınadır. Ana inəyin Pançaqavya nektarını istehlak edərək adaçayımız Vişva Manqani müqəddəs məqama çatdı və onu dünya tərəfindən hörmət ediləndən aldı. İnək və onun nəsli qədim zamanlardan bəri hücuma məruz qalır. Amma inəyi sevən insanlar həmişə ana inəyin və onun nəslinin qorunması üçün çalışırlar və məhz bu hisslər təxminən 25 ildir ki, Godseva Misyon Punjab bölgəsində və ölkənin müxtəlif yerlərində inək xidmətinə və inək qorumasına dair kampaniya aparılır. Punjabda və ölkənin müxtəlif bölgələrində inək xidmətinə dair layihələr Gosala adlanan yerlərdə inək xidmətləri vasitəsilə həyata keçirilir. Salam Lord Rama, salam ana inək, salam Gopal.